2024-cü il mənim həyatımın ən gözəl günlərindən biridir. May ayının 28-də illərlə xəyallarımda, arzularımda yaşatdığım, doğulduğum, boya başa çatdığım, uşaqlığım, gəncliyim keçdiyi Xocalıya döndüm. Xocalıda ilk dəfən düz 32 ildən sonra doğulduğum evin qapısını açdım. O gün mənim həyatımda həm acılı, həm şirinli bir iz buraxdı. Həmin gün ölkə başçısı da mənim evimdə oldu. Onun ailə üzvləri də mənim evimdə oldu. Mən elə zənn edirdim ki, o evin qapısını mən necə açacağam. Amma həyat elə gətirdi ki, ölkə başçısının və ailə üzvlərinin mənim evimdə olması bu ağrını, acını azaltdı. Və mən öz evimin qapısını açaraq Xocalıda yaşadım. Xocalıda yaşayıram. Xocalı mənim üçün dünyada demək olar ki, ən gözəl yer, ən gözəl məkandır. Xocalının çox gözəl bir təbiəti var. İllər öncə, yəni demək olar ki, biz arzu edirdik, amma xəyalımıza belə gətirmirdik. İnana bilmirdik. Deyirdik, görəsən, biz Xocalıya dönə biləcəyikmi? İndi Qarabağ azaddır. Xocalı, Şuşa, Xankəndi, hər birimiz bir vətəndaş olaraq azad torpaqlarımızda yaşayırıq. Azad torpaqlarımızda yaşamaq üçün bizə konstitusiyamızın verdiyi bütün müddalar artıq yerinə yetirilir. Orada həyat davam edir, orada təhsil ocaqlarımız davam edir, orada səhiyyə ocaqlarımız davam edir. Demək olar ki, konstitusiyamızın bizə verdiyi bütün müddalar Qarabağda öz əksini tapır. Yaşasın Azərbaycan, yaşasın müstəqil Azərbaycan.